Bizdə belə bir fikir var ki, kişi ağlayanda zəifdir, kişi ağlamaz. Bəs bu Türkiyədə necə dəyişir? Yok. Onunla ben karışmıyorum. Erkek sevdiği için her zaman ağlar. Bu pik idi. Evet. Sən sevdiyin üçün ağlamısan ana. Evet. Çok ağladım. Ne oldu ki? Benim Azerbaycan'da çok sevdiğim bir insan vardı. Onun için ben sokaklarda bile yattım. Niyə ayrıldınız? İhanet. Değil mi? İşte. Boğazıma düğünləndi Evet. söhbət biraz. Barışmaq şansınız var. Maalesef. Bazı şeylerin affedilmesi Affı yoktur. yok. Allah affeder, kullar affetmez. Buradan o qıza nə demək istəyərdin? Bu səmimi şəkildə, bu içindən nə gəlir? Bu nə deyə bilmədin ona? Benim için en uzun zaman 22 Aralık'tı. Ona hakkımı helal ediyorum ama sevgim... Allah eləmirsən. Hayır, sevgim haram olsun. Ama hakkım helal olsun. Hər şey sənin üçün çox yaxşı olacaq, Rica inan ederim. mənə. Teşekkür ederim. Belə bir insandan qurtulmaq sən uğurundur məncə. Tez qurtuldun, yaxşı qurtuldun. Zararı neresine dönersen dön, kârdır. 100%. Bax sizə də dərs olsun. Bəyənmədiyim mən indi durmuşam səhnədə. Əzbər oxuyursan qəhərlənib necə içdən. İnanmırdın mənə gözlərin şöhrət gəzəndə. İndi sən məndən ayrı bu çoxluğun içində.